İxtisas seçimi hər bir gəncin gələcəyini müəyyənləşdirən mühüm məqamlardan biridir. Bu zaman toplanan bal deyil, şəxsi maraq və bacarıqlar, əmək bazarının tələbləri və gələcək karyera imkanlarını da nəzərə almaq vacibdir. Bəs doğru ixtisas seçimi üçün nələrə diqqət etməliyik? Təhsil və zaman verilişində bu suallara aydınlıq gətirəcəyik. Qarşıda çoxsaylı seçimlərin olduğu bu mərhələdə düzgün qərar vermək gələcək karyeranın formalaşmasında mühüm rol oynayır. Hər il olduğu kimi 2026-27-ci tədris ilində də abituriyentləri ən çox düşündürən suallar bundan ibarətdir ki, bu il qəbul imtahanına hansı ixtisasların balları qalxacaq, hansı universitetlərdə rəqabət daha güclü olacaq və biz ən çox da Naxçıvan Muxtar Respublika ərazisində yaşayan abituriyentlərə xüsusi səslənirik ona görə ki, Muxtar Respublika ərazisində yaşayan abituriyentlərin demək olar ki, %90%-i Muxtar Respublika ərazisində yerləşən universitetləri, institutları seçirlər və bu tədris ilində onları ən çox maraqlandıran məqamlardan biri bu olacaq ki, Naxçıvan Müəllimlər İnstitutunda da artıq plan yerləri ayrılmayıbdır. Buna görə Muxtar Respublika ərazisində yaşayan abituriyentlərin hər biri Naxçıvan Dövlət Universitetinə müraciət edəcəkdir. Çox az qism 5-10% Azərbaycanın digər rayonlarında, xüsusən də Bakı şəhəri ərazisində yerləşən ali təhsil ocaqlarını seçirlər. Bu səbəbdən Naxçıvanda bu il ələxsusda 1-ci, 3-cü və 5-ci qrupda rəqabət daha ciddi olacaqdır. Buna görə həm valideynlərə, həm abituriyentlərə səslənirik ki, ötən ilin keçid balları əllərində əsas meyar olmasın. Bu ilin keçid balları tamamilə fərqli ola bilər. Bunun üçün də təkcə ötən ilin keçid ballarına söykənib, istinad edib seçim etməsinlər. Bu ildəki tədris ilində hansı abituriyentlər, hansı qruplarda, hansı bal intervallarında qalxmalı olacaqdır, bunları daha dərindən araşdırıb qərar versinlər. İxtisas seçimində əsasən abituriyentlər iki məqama fokuslanırlar. Bir, məsələ bundan ibarətdir ki, bu tədris ilində hansı ixtisaslarda ballar qalxacaq və yaxud da mən bu balımdan hansı universitetə qəbul ola bilərəm. Bu məsələnin texniki tərəfidir. Bunu çox asanlıqla hesablamaq olur. Məsələn, bu ilki abituriyent jurnalı 4-ə baxırıq. Plan yerləri hansı universitetlərdə nə qədər artıb azalıb. Bunlar balların enmə qalxmasına əsas təsir edən məsələlərdən biridir. İkinci isə bu il bal intervalları üzrə, məsələn, ikinci qrupda 600 bal toplayan abituriyent ötən ilə nisbətən artıbmı, azalıbmı? Bunlar da balların qalxıb yenməsinə səbəb olan əsas meyarlardır. Əmək bazarının tələbləri ixtisas seçimində nə dərəcədə rol oynayır? Əmək bazarı bilirik ki, çox sürətlə dəyişən bir proseslərdir. Çünki və xüsusilə son illərdə, son dövrlərdə deyək ki, texnoloji bacarıqları yüksək olan, xüsusilə süni intellektlə işləməyi bacaran, onu özünün deyək ki, fəaliyyətinə tətbiq etməyi bacaran kadrlara daha çox ehtiyac var. Bu baxımdan da əmək bazarının tələblərinə uyğun olaraq bu gün abituriyentlər öz potensiallarına uyğun təbii ki, elə ixtisaslara yönəlməlidirlər ki, onlar həm də bu gün əmək bazarının və gələcəyin ixtisaslarıdır. Həm bu günün və həm də gələcəyin ixtisaslarıdır. Yəni biz deyək ki, düşünməliyik ki, bu gün universitetə qəbul oluruqsa, ən azı 4 il sonra bu universitetdən məzun olacaq. Və 4 il ərzində təbii ki, əmək bazarında çox sürətli bir dəyişiklik prosesi gedir. Ona görə də biz həm ixtisas seçərkən, həm universitet seçərkən mütləq şəkildə əmək bazarının tələblərini, gələcək deyək ki, tələblərini nəzərə almalıyıq. Və bu gün artıq biz gələcəyə baxsaq görərik ki, artıq əmək bazarı innovativ düşünə bilən, əmək bazarı çox yüksək texnoloji bilik və bacarıqlara sahib ola bilən, əmək bazarı ixtisasını dərindən bilən və təbii ki, o texnoloji bilik və bacarıqları özünün deyək ki, ixtisas biliklərinə tətbiq etməyi, özünün deyək ki, bacarıqlarına tətbiq etməyi bacaran şəxslər tələb edir. Bu baxımdan da biz mütləq şəkildə ixtisas seçimlərində bunlara diqqət etməliyik. İxtisas seçimlərində bəzən valideynlərin biz həddən artıq təsirini müşahidə edirik. Təbii ki, valideynlər daha təcrübəlidir və valideynlər, hər bir valideyn öz övladını istəyir və istəyir ki, onun gələcəyi daha yaxşı olsun. Amma valideynlərə də buradan təbii tövsiyəm ondan ibarətdir ki,
biz övladımızı müəyyən ixtisasa yönləndirərkən də əvvəldə dediyim məsələləri mütləq nəzərə alsınlar. Çünki bəzən övladlarımızın imkanlarını, potensiallarını dəyərləndirmədən onlara müəyyən təzyiq göstərməklə ixtisaslara yönəldiriksə, o uşaqlarımız o ixtisaslarda oxuduğu dövrdə özlərini bir o qədər həm xoşbəxt hiss etmirlər, həm də özlərinin potensialları o ixtisasda uğur qazanmağa imkan yaratmır. Təbii ki, tələbləri həmin ixtisasın proqramını, belə deyək də, proqramını öyrənə bilmədikləri üçün, çətinlik çəkdikləri üçün, həm də onların maraqları dairəsində olmadığı üçün, təbii o abituriyent, o tələbə həmin ixtisasda xoşbəxt olmur. Və bu da onun gələcək karyerası üçün, inkişaf üçün həddən artıq mənfi təsirlərlə yadda qalır, müşahidə olunur. Ona görə də valideynlər də mütləq şəkildə tövsiyələr verərkən, yönləndirərkən bu proseslərə xüsusi olaraq diqqət yetirməlidirlər. Təbii burada xüsusi bir məsələlərdən də biri yüksək bal toplayıb, yüksək ballı ixtisasları seçmək məsələsidir. Bu da, belə deyək də, bir o qədər xüsusi bir əhəmiyyət daşımır, nə mənada? Çünki bəzən biz istiqamətlənirik, yüksək bal toplayıb, yüksək ixtisasları seçək, amma hansı ixtisası özümüzə daha yaxın hiss edirik? Daha doğrusu, özümüzü hansı ixtisas sahəsində görmək istəyirik? Biz gələcəkdə hansı sahədə çalışmaq istəyirik? Bizim imkanlarımız hansı sahəyə daha yaxındır? Bunu əsasən ölçmək lazımdır. Yəni, ixtisası ön tərəfə qoymaq lazımdır. Balla ixtisasın seçilməsini yox. Bu zaman təbii ki, buna diqqət etmək lazımdır. Biz müşahidələr aparırıq ki, bir çox hallarda, məsələn, yüksək balla qəbul olan uşaqlar, yüksək ixtisaslara qəbul olan uşaqların sonradan, məsələn, onların təhsil həyatlarında göstəricilərinin aşağı düşdüyünün şahidi oluruq. Bir o qədər yüksək, deyək ki, təhsil göstəricilərlə yadda qalmalar və yaxud da deyək ki, özləri sonradan artıq bu ixtisasda bir o qədər özlərini daha rahat hiss etmədiklərini düşünürlər. Ona görə də tövsiyəm odur ki, balın yüksəkliyi ilə yüksək ixtisaslı ballara deyil, istədiyimiz ixtisasa yönəlməyimiz daha məqsədə uyğun olar. Yəni, bütün bunların hamısı abituriyentlərimizin gələcək karyeraları üçün, gələcək imkanları üçün çox önəmlidir. Təbii, universitetlərin də üzərinə çox böyük burada işlər düşür. Məsələn, mən deyə bilərəm ki, Naxçıvan Dövlət Universiteti olaraq biz tələbələrimizə çox geniş imkanlar yaradırıq. Təbii, bu bizim universitetimizin çox güclü beynəlxalq əlaqələri ilə bağlıdır. Abituriyentlərə qeyd etmək istəyir ki, əsasən siz öz ixtisasınızı gələcək perspektivinizə uyğun olaraq seçmənizi tövsiyə edirəm. Çünki gələcəkdəki əmək bazarı və eyni zamanda öz bazarınıza uyğun olaraq seçmənizi tövsiyə olunur ki, bu sahədə bir araşdırma aparılmasıdır. Qeyd etmək istəyirəm ki, Naxçıvan Dövlət Universiteti Abituriyent Məsləhət Mərkəzi mövcuddur ki, ödənişsiz əsaslarla həmənki abituriyentlərə öz ixtisas seçimlərinə, öz balına uyğun olaraq hər cür dəstək göstərir. Əsas məqsədimiz isə abituriyentlərə düzgün yol göstərmək və onun gələcək karyerasına düzgün addımlar atdırmaqdır. Bu il hansı ixtisaslar üzrə rəqabət daha yüksəkdir və abituriyentləri bu sahələrdə necə bir seçim gözləyir? Abituriyentlər ən böyük səhvə yol verirlər harda? Əvvəlki illərin abituriyentlərini özləri üçün əsas meyar götürürlər. Yəni, ötən il məsələn bir 600 ballıq abituriyent ixtisas seçimi zamanı birinci seçimi mühasibatlıq üçün edibsə, digər abituriyentlərdə də ora axın başlayır ki, 600 ballıq uşaqlar buranı seçibsə, yəqin ki, bu ixtisas gələcək vəd edir. Bu ixtisas, deyək ki, əmək bazarında zəruri olan ixtisaslardandır. Halbuki belə deyil. Məsələn, biz seçimlə reallıq arasındakı təzada fikir versək, görərik ki, yaxın illərdə Dövlət İmtahan Mərkəzinin rəsmləri tərəfindən belə fikir səsləndirildi ki, mühasibatlıq uçotunun yaxın gələcəkdə plan yeri kimi ayrılması real görünmür. Bu da nədən qaynaqlanır? Bugün süni intellektin sürətlə inkişaf etməsi, müasir modern proqramların yaranması onu göstərir ki, bəzən bir ixtisasın sahibini adi bir proqram əvəz edə bilir. Bu səbəbdən həmin ixtisas artıq əmək bazarında rəqabətini itirir, sıradan çıxır və fikir versəz ki, təhsildə inkişaf etmiş ölkələrdən biri olan, dünya reytinqində, Şanxay reytinqində yer tutan Çin Universiteti son illər nə qədər ixtisasları ixtisara saldılar ki, bu yaxın gələcəkdə bizdə də gözlənilir. Bu səbəbdən abituriyentlər təkcə ötən ilin keçid ballarına baxmasınlar, bu onlar üçün aldadıcı ola bilər. Bəzi ixtisaslar var ki, onlar gələcək vəd edir, keçid balları çox aşağıdır. Bəzi ixtisaslar var ki, onlar artıq ömrünü sona vurmaq üzrədir, amma onların keçid balları 600 baldan yuxarıdır. Səbəb, abituriyent ixtisasın profilini araşdırmır, sadəcə əvvəlki abituriyentlərin keçid ballarına baxaraq
qərar verirlər. Və ixtisas seçimi həm də o deməkdir ki, abituriyent burada özünü axtarır, özünü tapır. Yəni, hansı ixtisas üçün mən dünyaya gəlmişəm, mənim xarakterim, biliyim, qabiliyyətim, ruh halım hansı ixtisasa uyğundursa, həmin ixtisası seçməlidir. Bəzən burada da abituriyentlər həvəslə ixtisas seçirlər. Həvəslə nə deməkdir? Deyək ki, mən deyək ki, həkim olmaq istəyirəm deyir, öz yaxın əqrabalarından, qohumlarından biri həkimdir, ona həkimlik sənətinə olan maraq və yaxud da həvəs buradan yaranıbdır. Amma həmin şəxsi xarakterik analiz eləyəndə baxırsan ki, bu həkimliyə heç yarayacaq xarakterdə, xüsusiyyətdə deyil. Bu səbəbdən illər sonra həmin abituriyent başqa bir ixtisas seçmək məcburiyyətində qalır. Buna görə də arada 4 il, 5 il itirməli olur, hələ daha çox. Yəni, bizim özümüzün şahidi olduğumuz məqamlar var ki, 650 bal, 670 bal toplayan abituriyent bəzən də valideynin təzyiqi ilə, təsiri ilə ixtisas seçir və 4 ildən sonra baxır ki, bu ixtisasda işləyəcək qabiliyyət, xüsusiyyət məndə yoxdur və məcbur qalıb ikinci təhsil alır, əlavə 4 il, 5 il işləyir. Ümumiyyətlə, ali təhsilə 8-9 ili gedir. Səbəb nədir? Bu günlərdə düzgün qərar verə bilməyib, sağlam qərar verə bilməyib. Bu səbəbdən abituriyentlərə səslənir ki, ixtisas seçimi sizin özünüzü, xarakterinizi tapmağınızdır. Dərindən düşürün, mütəxəssislərə, təhsil işçilərinə müraciət edin. Bir neçə mütəxəssislə, bir neçə təhsil işçisi ilə bu sahəni maraqlanın. Çünki el məsəli var ki, məsləhətli don-gen olar. Bu səbəbdən bir neçə təhsil eksperti ilə, təhsil işçiləri ilə maraqlanıb ən dolğun qərarı vermək lazımdır. İxtisas seçimi ilə bağlı abituriyentlərə düzgün istiqamət vermək məqsədi ilə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən məsləhət mərkəzi də bu prosesdə onlara dəstək olur. Mən Səfərova Fatimə, Tarix Filologiya Fakültəsi Filologiya ixtisasının 2-ci kurs tələbəsi, həm də Naxçıvan Dövlət Universitetinin könüllüsü olaraq burada fəaliyyət göstərirəm. Bizim əsas vəzifəmiz tələbələrimizə, abituriyentlərimizə məsləhət vermək, onların gələcək həyatında necə rol oynayacağına əhəmiyyət verməkdir. İxtisasını seçərkən ilk öncə valideynlərimin fikirlərinə önəm verdim, amma öz fikrimi onlardan üstün tutdum. Çünki mən ixtisasımı gələcək həyatım üçün seçmişdim, gələcək planlarım və öz mövqeyim üçün. Məncə hər abituriyentin öz məqsədi və mövqeyi olmalıdır ki, gələcək ixtisasında uğur qazana bilsin, inkişaf edə bilsin. Həm əmək bazarını araşdırdım, həm də tək əmək bazarı yüksək olan ixtisası seçmək deyil, öz inkişafını, yəni orada inkişaf edə biləcək ixtisası seçmək daha önəmlidir. Çünki mən bu ixtisası özüm istəyərək və sevərək seçmişdim. Öz ixtisasının dəyişmək yerinə, yəni o fikirdə olmaq yerinə öz ixtisasında inkişaf etməyi və onun necə daha önəmli yerlərə gəlməyini planlaşdırdım. Yəni ixtisası seçərkən dediyim kimi ilk öncə öz fikirlərimizi nəzərə alırıq və orada necə inkişaf edə biləcəyimizi nəzərə alsaq, hər kəs məncə öz ixtisasını seçə bilər və sevə bilər. Məncə abituriyentlər ixtisas seçimində ən çox yüksək ballı, məsələn, deyək ki, 600 bal toplayıbsa, 3-cü qrup olaraq hüquqşünaslığı seçir. İstəməyərək də olsa, deyir ki, ən yüksək bal ondadırsa, onu seçəcəm. İstəməyərək seçir, amma məncə istəyərək öz ixtisasını seçsə, onun yüksək bal ona əhəmiyyət kəsb eləmir. Yəni, bir də valideynlərinin seçimləri ilə seçirlər. Valideyn deyir ki, bu seçimi seç, amma istəməyərək o ixtisası seçir və onda da heç bir inkişaf edə bilmir və yaxud da gələcək, yəni qıraqdan gələn bir sözlərlə, dostlarımla, müəllimlərimlə, təkidi ilə o ixtisası seçir, amma heç bir uğur qazana bilmir o ixtisasda. Mənə görə maraq və bacarığına olan ixtisas seçmək daha doğrudur. Məncə ən yüksək ixtisasda oxuyub, orada heç bir maraq və bacarıq olmayıb, 4 ilimi yəni sadəcə oxumaqla keçirdəcəmsə, məncə ən yaxşısı maraq və öz istəyimlə seçdiyim ixtisas daha maraqlı gəlir adama. Həm oxumaq, həm də orada uğur qazanmaq önəmlidir. Ən vacib tövsiyəm abituriyentlərə odur ki, öz gələcək peşələrini, öz ixtisaslarını özlərini harda görmək istəyirlərsə, qabaqlarından bir məqsədləri varsa, o məqsədə çatmaq üçün ixtisaslarını seçsinlər. Yəni 4 il universitet oxuyum deyə, ixtisas diplom alım deyə ixtisas seçməsinlər. Gələcəkdə planlarını gerçəkləşdirmək üçün öz ixtisaslarını seçsinlər. Səfərova Fidan, sosial iş 3-cü kurs tələbəsiyəm. Həm Naxçıvan Dövlət Universiteti könüllü olaraq, həm də tələbə olaraq oxuyur tələbəyəm. Könüllü olaraq Abituriyent Məsləhət Mərkəzində bura gələn abituriyentlərə kömək göstəririk. İlk köməkliyimiz ondan ibarət idi ki, məsləhət veririk, hansı ballı, hansı ixtisaslara düşür, hansı ixtisaslar daha uyğundur və yaxud da fakültələrlə tanış olmaq istəyən abituriyentlərə fakültələrlə tanış edirdik, yəni göstərirdik, yol göstərirdik. Hal-hazırda bu gündən etibarən isə Abituriyent Məsləhət Mərkəzində ixtisas seçimi həyata keçiriləcəkdir. İstəyən hər hansı bir abituriyent yaxınlaşaraq ixtisas seçimini həyata keçirə bilərik. Daha sonra isə
Özüm də dediyim kimi sosial iş 3-cü kurs tələbəsiyəm. İxtisas seçimimi özüm istəyərək sosial iş seçmişəm. Naxçıvan Dövlət Universitetini özüm istəyərək seçmişəm. Bu sahəyə marağım olduğu üçün, insanlarla ünsiyyət qurmağı, insanlara dəstək göstərməyi sevdiyim üçün bu sahəyə yönəlmişəm. Hal-hazırda da ixtisas seçimimdən, yəni universitetimdən çox razıyam. Yəni yenidən seçmə etməli olsam, yenidən Naxçıvan Dövlət Universiteti sosial iş ixtisasını seçərəm. Məncə keçid balından çox insan öz maraq və bacarıqlarına görə ixtisas seçməlidir. Keçid və populyarlıq bu ixtisasın həmin şəxsə uyğun olacağı demək deyildir. İnsan ilk öncə sevəcəyi ixtisas seçməlidir ki, həm bu ixtisasda oxuyacaq, həm də gələcəkdə bu ixtisas sahəsində fəaliyyət göstərəcəkdir. Yəni ona görə də insan ilk öncə maraq və bacarıqlarına görə seçim etməlidir. Yəni çünki gələcəkdə o sahə üzrə inkişaf gedəcəkdir və əgər o ixtisası seçən zaman o həmin ixtisası sevirsə, yəni o sahədə davam eləyəcəksə, onun inkişafında daha çox üstünlük təşkil edir, yəni daha çox kömək göstərir. Ən vacib tövsiyəm olardı ki, yüksək keçid balına və populyarlığa üstünlük verməsinlər, öz bacarıqlarına və maraqlarına əsasən ixtisas seçsinlər. Hər il olduğu kimi bu il də universitetimizdə abituriyent məsləhət mərkəzi fəaliyyət göstərir və biz könüllülər olaraq da ixtisas seçimində abituriyentlərə daimi dəstək oluruq. Burada biz ixtisasların məzmunu, qəbul qaydaları, ikili diplom proqramları və təhsil tələbə krediti haqqında ətraflı məlumat verir. İstər abituriyentlərə, istərsə də valideynlərə ixtisas seçimində dəstək oluruq. Burada bizim əsas məqsədimiz abituriyentlərimizin ixtisaslarını seçdikləri zaman tərəddüddə qalmamaları və onların məlumatları operativ şəkildə cavablandırmağımızdır. Bəs abituriyentlər ixtisas seçimi edərkən hansı məqamlara diqqət yetirməlidirlər? Doğru seçim edərkən nələri nəzərə almaq vacibdir? Gənclərimiz ixtisas seçdiyimiz zaman qeyd etdiyimiz kimi, məsəl üçün, mənim balım filan qədərdir, əsas universitet qəbul olmaq məsələsidir və yaxud da ki, mən o digər qonşum və yaxud da qardaşım, bacım, qohumum qəbul olsa, mən də ora qəbul olmalıyam. Əsas səhvlər isə bu faktorlar üzərinə həyata keçirilir və yaxud da ki, düzgün ixtisas seçmədiyi təqdirdə olur. Bəzi abituriyentlər var ki, ixtisas seçim etdiyi zaman abituriyent jurnalını istifadə edirlər və baxırlar. Müəyyən bir səhvlər yönəlmiş, məsələn, topladığı bal daha yaxşı ixtisasa düşdüyü təqdirdə, amma daha aşağı ixtisası riskə getməmək üçün yazılır. Bu səhvləri eyni zamanda biz davamlı şəkildə qəbul olmuş tələbələrdən və yaxud da abituriyentlərdən görürük. Əziz abituriyentlərimizə müraciətimiz odur ki, ixtisas seçimi zamanı abituriyent jurnalından, eyni zamanda universitetin səhifəsindən bütün ixtisaslar barəsində məlumat almanız, keçid ballarına xüsusi diqqət etməyiniz və eyni zamanda isə həmənki universitet, həmənki ixtisasda ixtisasınız sizə nə qatacağını tam şəkildə ətraflı məlumat almağınızdır. Abituriyentlərin qabiliyyət və bilikləri hansı ixtisasa uyğundur, bacarıqları, xarakterləri hansı ixtisasa uyğundur və həmin ixtisaslar hansı universitetlərdə daha yaxşı tədris olunur. Bu, abituriyentlərin araşdıracağı ən mühüm məsələ olmalıdır. Yəni, həm abituriyentin, həm də valideynin qarşısında duran birinci amil ondan ibarətdir ki, hansı ixtisas gələcək vəd edir və həmin ixtisas hansı universitetdə daha mükəmməl, daha modern, innovativ vasitələrlə təqdim olunur tələbələrə. Bunlar əvvəlcədən araşdırılmalıdır. Təəssüflər olsun ki, bizdə ixtisas seçimi günü həm valideynlər, həm abituriyentlər bunları maraqlanır və maraqlanan zaman, onlara informasiya verilən zaman əvvəlki məlumatlarla indi yeni verilən məlumatlar arasında təzad yaranır. Abituriyent əlavə düşünməyə vaxt istəyir. Halbuki bu dönəmdə vaxt çox məhduddur və abituriyent bunun üçün də sağlam qərar verə bilmir bəzən. Biz buradan abituriyentlərə səslənirik ki, onlar hər hansı bir ixtisası, peşəni seçərkən birinci özlərinin xarakteri xüsusiyyətlərini, həmin ixtisasın xüsusiyyətlərinə uyğunluğunu yoxlasınlar. İkinci isə həmin ixtisaslar hansı universitetlərdə daha yaxşı, modern şəkildə tədris olunur, bunu maraqlansınlar. Çünki bildiyimiz kimi biz abituriyentlərə hər zaman tövsiyə edirik. Məsələn, elə ixtisas var ki, onun tədrisində maddi-texniki bazaya o qədər də əhəmiyyət verilmir. Məsələn, deyək ki, bir abituriyent Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına sahib olmaq istəyirsə, bunu istənilən universitetdə yaxşı oxuya bilər. Yəni, burada əsas yük öz üzərinə düşür ki, həmin tədris vasitələri
fikirlərini özü mütaliə edib %80-90% mənimsəyə bilər. Amma deyək ki, informasiya texnologiyalarına qəbul olan, proseslərin avtomatlaşdırılmasına qəbul olan və ya mexanika mühəndisliyinə qəbul olan bir abituriyent, sistem mühəndisliyinə qəbul olan bir abituriyent tələbə həmin universitetin mütləqdir ki, maddi-texniki bazasına yiyələnməsinə maraqlansın ki, həmin universitetlərin maddi-texniki bazası bu ixtisası müasir şəkildə öyrənməyə nə qədər imkan verir. Çünki həmin sadaladığımız ixtisaslarda biz maraqlansaq görərik ki, Azərbaycanın bəzi universitetlərində milyonluq avadanlıqlar var, bəzi universitetlərində isə bunları müəllimin mühazirələri ilə öyrətməyə çalışırlar ki, bu da mümkünsüz görünür. Bu səbəbdən abituriyentlər həmin ixtisasları ki, hansı ki, o ixtisaslara maddi-texniki baza lazımdır, bunları maraqlanmalıdırlar ki, dediyimiz kimi daha keyfiyyətli təhsil modeli əldə edə bilsinlər. Bu baxımdan ixtisas seçimi təsadüfi qərar deyil. Gələcəyə atılan mühüm addımdır. Düzgün məlumat, araşdırma və məqsədli yanaşma isə bu addımın daha inamlı atılmasına kömək edir. Doğru ixtisas seçimi gələcəyə atılan ilk addımdır. Əsas olan özünü tanımaq, imkanlarını düzgün dəyərləndirmək və gələcəyini düşünərək qərar verməkdir. Belə, dəyərli izləyicilərimiz, təhsil və zaman verilişinin sonuna gəlib çatdıq. Sağ olun, salamat qalın.